dekabr ayının son günləri və 2026-cı ilin yanvar ayının əvvəllərində, yanvar ayının xüsusən birinci həftə içərisində Avropa ərazisində hava şəraitinin tez-tez kəskin soyulmasına, xüsusən də bu prosesin təsirindən qonşu Türkiyədə rekord miqdarda qar yağması ehtimalı var. Lakin hələlik başında qar yağması ehtimalı zəif ehtimal olsa da, dekabr ayının artıq sonlarında və yanvar ayının ikisi üçündə başda sulu qar yağması ehtimalı var. Bu prosesə daha da geniş olaraq nəzər salsaq biz görərik ki, bu proses nəticəsində ayrı-ayrı Avropanın şərqində, mərkəzi hissələrində rekord şartlar müşahidə edilə bilər. Qara dəniz ərazisində, Gürcüstan ərazisində və eyni zamanda Aralıq dənizinin şimalındakı dağıtı ərazilərdə rekord miqdarda qar yağması müşahidə edilə bilər. Çünki dəniz temperaturları Aralıq dənizində, Qara dənizdə və Xəzər dənizində çox yüksəkdir. Yəni bu qış ayları üçün xəlatır olmayan dərəcədə bir yüksək bir temperaturlar var. Bu mövsümdən bir qədər tez. Yəni mövsümdən tez dedikdə qış ayları olsa da, bu son dövrlərdə istiləşmə dövrü ilə əlaqədar olaraq soyuq hava kütlələrinin regional müdaxiləsi daha çox yanvarın axırı və fevralda oldu. Lakin bu illəri dekabr ayının artıq sonu və yanvarın əvvəllərində bu sistemin Arktik cəbhənin 6-10 gün ərzində Avropaya müdaxiləsi gözlənilir. Bu da isti dənizlərlə toqquşan, yəni mülayim və isti hava kütlələri ilə Arktik atmosfer cəbhəsinin bir-birlə toqquşması fonunda güclü qar yağıntılarına, dolu yağıntılarına və leysanlara səbəb olması ehtimalı var. Yəni artıq iqlim dəyişikliyi nəticəsində yaxın illərdə artıq bu tip ekstremal hava şəraitinin artıq yeni normala çevrilməsi gözlənilir. Yəni əvvəlki dövrlərdə çox nadir hallarda baş verən proseslərin artıq yaxın illərdə daha tez baş verməsi və artıq gündəlik normal bir hava şəraitinə çevrilməsi gözlənilir. Yəni əvvəlki illərdə nadirən baş verən şiddətli istilər, nadirən baş verən şiddətli soyuqların artıq iqlim dəyişikliyi nəticəsində daha tez baş verməsi ehtimalında bir xeyli artım ehtimalı var. Çünki bunu dünyanın bir çox hava araşdırmaları mərkəzi bildirir. Yəni Amerikanın Milli Okean və Atmosfer Departamenti bu xəbərdarlıqları verir. Avropanın Orta və Uzun müddətli hava təhlilləri mərkəzi, yəni İCNW bu xəbərdarlıqları verir. Eyni zamanda Çin Hava Tədqiqatları Bürosu, Yapon Hava Tədqiqatları Bürosu, yəni bir çox dünya mərkəzləri, hava tədqiqatı mərkəzləri artıq bu siqnalı verir ki, həqiqətən yaxın illərdə ekstremal hava şəraiti olan günlərin sayı da dəfələrlə artıb gözlənilir. Artıq qeyri-sabit hava şəraiti, yəni həm isti hava dalğalarının sayında artım gözlənilir, həm də soyuq hava dalğalarının sayında, leysanların artmasında, quraqlığın artmasında artıq bir xeyli artım gözlənilir ki, bu da artıq bu iqlim dəyişikliyi artıq elə bir həddə çatacaq ki, artıq bu normal bir səviyyədə olacaq. Yəni insanlar artıq bu hava artıq öyrəşəcəklər.